Salam, xoş gördük hamınızı. Səhər dedim bu qatıq zakaz eləmişdik, 2 qazan. Çünki dolğa bişirmək istəyirik. Ona görə 2 qazan zakaz eləmişdik. İndi onun dedim qaymağını yığım, səhər yeməyində yesin. İndi uşaqlar da məktəbə gedəcəklər. Oyadacam. Ona görə deyirəm yığım. Xaladenikdə idi, soyuducuda. Dedim soyuq olmasın, yığım biraz isinsin ki yesinlər. Xoşlayırlar bundan. Ona görə elə yığıram ki, indi nə qədər yeyirlər yesin, nə qədər də qalsa nəsə şirniyyat eləyərəm. Qatığın qaymağından, südün qaymağından şirniyyatlar qəşəng çıxırlar. Əsas da pankek eləyəndə lap qəşəng olur. Doğanın da göyərtisini gərək gedim birazdan alım ki, bunu axşam gətirdi yoldaşım. Gecə idi, ona görə aldıra bilmədik göyərtini. İndi səhər uşaqları məktəbə, saran bağçaya qoyub gedib bundan gərək göyərti alım. Bu kökü də saran bağçası üçün hazırlayıram. Saran artıq elə öyrətmişəm ki, hər dəfə gedəndə nəsə əlində aparmalıdır. Ya pankek eləyirəm, qoyuram, ya nəsə şirniyyat bişirəndə qoyuram. Çox vaxtı da belə kök ya meyvə doğrayıb qoyuram ki, gedəndə orada başı qarışsın bu yeməyə, ağlamasın. Çünki hər səhər gedəndə məndən ayrılmaq istəmir. Elə vaxtda olur ki, sakit gedir, müəllimələrindən yanına gedir, məni heç yadına da düşmürəm. Amma çox vaxtı ağlayır deyə ona görə hər dəfə ona nəsə qoyuram. İndi də belə istəyirəm ki, özü getsin. Ona görə deyirdim ki, Sara get qapını aç, amma gördüm yox, gedib aça bilmir. Ona görə məcbur mən də otağa keçəsi oldum. Deyirəm özü getsin ki, bəlkə onda artıq məni dalımca ağlamaz. Doğan da bişiririk, doğradıq, hazır elədik. İndi belə buluyuram. Hələ yeni altını yandırmışıq. Burada da özümə çay qoydum. Rəna üstünüzə sağlıq xəstələnib, məktəbə getmədi. Elə dedim nə istəyirsən, marketə gedim onu alım. Belə bir-iki şey istədi. Dedim orada paxlavada satırlar, istəyirsən alım, bax dadına, bəlkə xoşun gəldi. Dedi hə mama al, baxın. Aldım amma heç bəyənmədi. Dedi yox, biz pişirdiyimiz paxlavadan deyil. Çünki mən də baxdım dadına ki, belə yer fındığından eləyiblər içini. Qoz deyil, fındıq deyil. Yer fındığı da ona görə bəyənmədim. Mən də elə özümə çay süzdüm ki, özüm için bunu çayla. Rənan xoşlayır belə bulkanı. Bu bulkadan hər yerdə var əslində. Bu bulkanı sevir. Elə yaxşı ki də gördüm, götürdüm. 4 dənəsini yeyirdi. Dedim elə narahatlı qoy ürək istəyən şey yesin, başqa şey istəmir. Ona görə bundan içi şokoladlıdır, bunun şokoladlı bulkadır. Belə, yəni görsəz marketdə uşaqlar ala bilərsiniz, məncə bəyənərlər, çox qəşəngdir. Bizdə 3-ü də sevirlər. Həmişə alırıq bundan. Belə 6 dənə olur, hərəsi 2 yeyirlər. Prosta indi Rənanın ürək istədi. 4 dənəsini verdim, indi gərək gedim marketdən yenə alım ki, Məlikənin Saraya üçündə. Həm də Rənanın ürəyi yenə istəyə bilər, qoy yesin. Xəstədir deyə deyirəm, elə qoy ürəyi nə istəyir onu yesin. Belə, bunu da buluyum burada, hazır olsun. Bugün onsuz da işə getmirəm, evdəyəm, ona görə çalışacağım. Çox işlərimdən görüm ki, sabahlarım demək olar ki, bütün gün kursda olacağım. Sabah elə bir iş görə bilməyəcəm. Ona görə bugün çalışım, çox işlərimi görüm gərək. Oldum, dedim, neçə vaxtı kartuşka qızartması yeyirlər. O da bu yaxında oxumuşam ki, çox ziyandır. Onsuz da bilirdim ziyandır. Amma bizdə dəhşət çox yeyilir kartuşka qızartması. Uşaqlar çox sevirlər. Burada da püre üçün soğança eləyirəm. Amma birinci dəfədir mən görürəm ki, soğança belə köpükləsin. Niyə belə olub bilmirəm. Yəni mən həmişə duzunu əvvəldən vururam. Düşündüm ki, bəlkə duzu vurmuşam, amma duzunu həmişə əvvəldən vururam.
Duzla birlikdə qovrulur da. Yağdır, burada duru yağdır. Soğançadır. Soğan. Bir də duz vurmuşam. Amma niyə belə köpük verdi bilmirəm. Bu nəydəndir? Soğanın özündəndir yəqin ki də bu belə. Başqa heç bir şey məncə ola bilməz. Çünki yağ həmişə işlətdiyimiz buradakı duru yağdandır. Bunu həmişə işlədilir. Bu zeytundur. Bundan çox şey işlətmirik. Çünki dadını uşaqlar bəyənmirlər. Amma bu da o duru yağdır. O keçən dəfə də çəkmişdim. Gəncədən alırıq bunu. Əsl semiçka yağıdır da bunu çəkirlər. Belə marketin özündə satırlar. Amma niyə elə oldu bilmirəm. İndi altını artırdım ki, o biraz belə qovrulsun. Bəlkə onda köpüğü yatar. Kartoşka da qaynayır, belə kartoşka da pişsin. Toster işlədirdim, ızqaranı. İşlədirdim, dedim sizin üçün də çəkim. Elə birinci dəfədir işlədirəm hələ ki. İçində dedim ət qızardım. Belə ət götürmüşdüm, hinduşkadır, bir də toyuğun döşətidir, qoymuşam içinə. Belə, burada həm toyuğun döşədidir, həm hinduşkanın ətidir. Beləcə qızardıram. Yaxşı da alınır. Oradan da yeri var, suyu axır gedir ora, suyu var, amma yağ zat heç nə vurmuram. Elə beləcə duzlayıb, istiliyib, birazca da sarı köy tökmüşəm, qoydum. Burada da biraz pişirmişəm, uşaqlar yedilər, bu hinduşkanın ətidir. Uşaqlar bəyəndilər, yedilər, kabab kimi alınır da, dadlı olur. İndi bundan sonra da kartoşka istəyirəm, qoyum, görüm kartoşkanın necə olur. Sizin üçün də çəkdim ki, yəni kim almaq istəsə, görsünlər necə bişirir, necədir. Yəni kim istəsə alsın bundan. İndi kartoşkanı da bişirim, onda da çəkərəm. Bir də vafli bişirəcəm inşallah. Onda da sizin üçün çəkərəm ki, görəsiniz ki, vafli necə bişirir. Amma əti bişirməyini bəyəndim düzün deyim. Çünki qəşəng, özdə hinduşkanın əti də biraz geç pişən ətdir. Amma yenə də qəşəng bişirir, belə qızardır. Hələ bunları yeni qoymuşam, haradasa 10 dəqiqədir qoymuşam. Bir 20-25 dəqiqə ət tamam bişir. Dərəcəsində 150-yə qoymuşam. 150 tamam yaxşıdır. Vaxtını da qoymaq olar. Mən haradasa 1 saat qoymuşdum. Hay can. Hə, gəlirəm. Yarım saatı gedib, yarım saatı qalıbdır.